başladıktan 1 saat, 2 saat sonra biletlerin böyük bir kısmı bitmişti. Ümumiyyətlə VIP digər yerlərdə satışda hər hansı bir yer qalıbdırmı? Hayır, bütün biletler bitip. Azarkeşlər isə biletlərin qara bazarda baha olduğunu, ona görə də oyuna gedə bilməyəcəklərini deyirlər. Cəhd eləməyə çalışdım ATİ vasitəsilə, amma ala bilmədim. Onlayn elə bir ki, internet vasitəsilə almağa çalışdım, amma ki, yəni onu da elə bir ki, 10 manat alırlar sektordan, onu da baha qiymət satırlar. Üstünə 5-10 manat pul qoyurlar, satırlar. Qara bazar. 14.59-dan 14.58-dən saytdaydım. 40-45 dəqiqə müddətində gözləməli oldum, amma çətinliklə olsa sadəcə bir bilet ala bildim. Dostlarımdan bilet ala bilmədim. Hansı ki, dostlarımın biletin bəzən elə almalı oldular. 10 manatlıq bileti 30-35 manata satırlar. Hansı ki, oyun müddətinə yaxınlaşdıqca biletlərin qiyməti daha da qalxmış olur. İndi məsələn 10 manatlıq bilet almaq istəsəniz 50 manatdan aşağı satan yoxdur və futbola getmək istəyən əsl azarkeşlər oyuna gedə bilmirlər. Hardan aldınız o biletləri? O biletləri hansısa saytlardan paylaşanlar vardı. Mən də dostlarıma yönəltdim ki, belə satanlar var. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, neqativ hallara qarşı polis tərəfindən tədbirlər görülür. Polis əməkdaşları tərəfindən maçla əlaqədar bütün iştirakçıların, eləcə də məkanın təhlükəsizliyi tam təmin olunacaq, fasiləsiz xidmət təşkil ediləcək. Azarkeşlər xüsusi detektorlarla yoxlanılacaq və qadağan olunmuş əşyaların stadiona girişi məhdudlaşdırılacaq. Qeyd edək ki, futbol oyunları zamanı birmənalı şəkildə şüşə və metal əşyalar, kəsici deşici alətlər, dəyənəklər, partlayıcı maddələr, fişəng, səs gücləndirici qurğular və iri çantaların stadiona buraxılması qadağandır. Çünki bu cür əşyalar idmançılarla yanaşı həm də oyunu idarə edən hakimlərin, məşqçi korpusunun, bütün azarkeşlərin təhlükəsizliyinə təhdid yaradır. Bununla yanaşı qanunsuz bilet satışı ilə əlaqədar olaraq da polis əməkdaşları tərəfindən çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılacaq və qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin olunacaq. Qeyd edək ki, Qarabağın Çempionlar Liqasında növbəti oyunu Chelsea'yə qarşı olacaq. Oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.